Bolt boşalması Hyundai Kia sürücüləri bunu yaşayırlar. Bir məlumat olaraq paylaşardınız da bunu. Bolt boşalması 2018 aiddir. 2010-dan yuxarı olan avtomobillərə aiddir, Hyundai Kia'lara. 2010-dan neçəyə qədər? 17-yə, 16-ya qədər. 16-ya qədər ciddi boşalır. Aha. Orada da indi problem nədən qaynaqlanır? Biz orada videolarda filan da danışmışıq. Əsas odur ki, bu problem olur. Problem də 150 min civarında yaranır. Bəli. Deməli, siz Hyundai Kia əgər avtomobil 2010-2016 illərindədirsə, 150 min yürüşü varsa, Bəli. bir mənalı olaraq sürətlə qutusu açılmalıdır. İçində bolt boşalmaq ehtimalı yüksəkdir. Ümumiyyətlə mən sürətlə qutusunun hissəsini açmışam, Sayın Nur bəy. Aha. İçinə 10 manat da olsa belə deyək də əlavə bir detal qoymuşam. Yəni açıb hər şey ideal çıxıb elə bir şey Görməmisən rastıma elə bir gəlməyib. şey. Hə, elə bir şey gəlməyib. Elə olub ki, sürətlə qutusunu açmışıq, sadəcə yağını dəyişmək üçün. Bəli. Açmışıq, Cəli usta bizə nə rastlaşmışıq? Satalitin üstündə şaybə olur. O şaybanın qırıntısı sürətlə qutusunun içində. Bir dənə qırağı qopub, gəlib dayanıb orada. Götürüb baxmışam ona. Əvvəl birinci açanda biraz mənə yad gəldi də detal ki, bu nədir? Ora-bura baxıram, tapa bilmədim. Biraz fikirləşdim, dedim, hə, bu satalitin üstüdür. Heç sökdüm, gördüm ki, hə, satalitin üstünün biri. Deməli, biz o sürətlə qutusunu açmasaydıq, o dəmir qırıntısı sürətlə qutusunu bütün sıradan çıxardacaqdı. Bir müddətdən sonra tamamilə çıxar. Yəni, darmadağın necədir sürətlər qutusunda, sataliti sıradan çıxardacaqdı, qopacaqdı, düşəcəkdi, dişləri qıracaqdı, yararsız hala gətirəcəkdi. Bu da 150 min kilometrdə baş verir. Hyundai Kia sürücülər 150 min kilometrdə sürətlər qutusunu çıxardıb, içinə Bəli. baxış keçirdib, yenidən bağlanmalıdırlar üzərinə. Ola bilməsində içində bir friksiyon da belə olsa dəyişilsin, dəyişilməsin. Hər mütləq bir problem olur. Çünki içi zəifdir.